Herkese salamlar. Bu videonu hiç de keçmeyin. Çünkü tam da bu video bu anda bugün sizin karşınıza çıkmalıydı. Ben indi yoldayım. Kısaca içimden bir şeyler geldi. İstəyirəm sizlerle danışaq. Növbəti bir ayı, 2 ayı necə keçirəcəksiniz? Necə daha yaxşı məqsədlərinizə çata bilərsiniz? Daha xoşbəxt hiss edə bilərsiniz? Ürəyinizdə nə arzunuz varsa, bax bu dövrdə tam onun üçün bir kiçik tüy olardı sanki bu video. Bu videonu elə qəbul eləyin istəyirəm. İndi istəyirəm ağlınızda tutasınız. Nəyi düşünürdünüz? Nə istəyirdiniz növbəti aylarda baş verməsini? Niyə məhz bu video sizin qarşınıza çıxdı? Birinci onu düşünəsiniz. Daha sonra isə mən deyənləri diqqətlə dinləyəsiniz. Çünki bu bir işarədir sizlər üçün. Mənim içimdən gələn bir işarədir sizlər üçün. Baxın dostlar, biz həyatda bir çox şeyləri istəyirik. Mən özümdə, sizlərdə, hamımız həyatı canlı yaşayırıqsa arzularımız, məqsədlərimiz olur. Və çox zaman biz qorxaraq yaşamaq seçirik. Və biz qorxaraq yaşayanda bu istədiyimiz həyatlara çata bilmirik. İstədiyimiz həyat ssenarisini qura bilmirik. Mənim indi burada deyəcəyim hər şey sizin bu qorxularınızı sizdən alacaq. Sizi bu yolunuzu kəsən, əngəlləyən, nə varsa, hansı duyğu varsa, içinizdə hansı o proqramlar varsa, onları birazca araşdıracağıq sizlərlə. Çünki bilirsiniz, məni tanımayanlar, mən artıq 5 ildən çoxdur şuuraltı proqramlama ilə məşğul olan bir coacham. Mən öz coach məzunlarımı belə buraxmışam, məzun eləmişəm, beynəlxalq sertifikatlar təqdim eləmişəm. Və insanlar mənim özüm proqramlama metodikamla bütün daxili aləmlərini yenidən proqramlayırlar. İllərdir və çox gözəl nəticələr əldə edirik. Biz həqiqətən də çox inanılmaz nəticələr əldə edirik. Və bayaq mən birə-bir çalışdığım müştərim, bugün səhər sadəcə olaraq bir çox müştərilərim kimi öz nəticəsini deyirdi. Deyir ki, texnikalardan birini işlədikdən sonra, məsələn, işdə 2 qat vəzifə artımı və 2 qat maaş artımı baş verib, çox gənc olmasına baxmayaraq və ona görə də davam eləyir. Və bunlar heç biri möcüzə deyil əslində. Duyğularımız bütün reallığımızı yaradır. Daxilimizdə nə hiss eləyiriksə, o bütün reallığımızı formalaşdırır. Və bunlar heç biri mistik şəkildə baş vermir, dostlar. Bunlar heç biri möcüzəvi şəkildə baş vermir. Çünki mən heç zaman rituallar deməmişəm, heç zaman deməmişəm ki, gəlin hər hansısa bir texnikanı eləyin, filan şeyə sahib olacaqsınız. Bu şəkildə baş verməyibdir heç zaman. Sadəcə və sadəcə məntiqli şəkildə sizə nə mane olur o məqsədə çatmağa, onu işlədiyimiz zaman maniyə qalmadığı üçün lazım olan yerdə etməyə başlayırsınız və yaxud da lazım olan yerdə, lazım olan vaxtda olursunuz və lazımlı fürsətləri görüb də istifadə eləməyə başlayırsınız. Həyat çox zəngindir. Yaradan bizim üçün o qədər zənginliklər göndərib ki, mən maşını sürə-sürə arxada çox gözəl evlər, çox gözəl maşınlar, çox gözəl insanlar görürük. Bunların hamısını yaradan bizə verib. Amma biz nə edirik? Biz içimizdə özümüzü bir qutuya sığdırmağa çalışırıq sanki. Bu qutunu da necə, nə vaxt yaratmışıq? Bu haqda heç düşünmürük belə sanki. Heç düşünmürük ki, bəs necə oldu ki, dünyada 8 milyard insan varkən mən sadəcə ana-atamda nə görmüşəm? Onlar sadəcə 2 nəfərdir ata-anam. Düzdür, məni dünyaya gətiriblər. Düzdür, mənə həyat veriblər. Düzdür, onların yeri çox dəyərlidir. Düzdür, dünyanı ilk olaraq onların gözü ilə, onların hissləri ilə duymağa başlamışam. Amma nəyə görə 18 yaşından sonraki həyatımı da özüm bir qutuya bağlayıram. Sanki sadəcə qutuda mən, anam, atam var və həyatı başlayıram reaktiv bir personajdan yaşamağa. Bu nə deməkdir? Yəni, sadəcə anam, atamla yaşadığım nə duyğular, nə hisslər var idi və o hisslərə hansı reaksiyalar vermişdimsə, ondan ibarət bir həyat yaşamağa başlayıram. Ondan kənarda mən kiməm? Araşdırmaq belə istəmirəm. Və məsələn, bir çox insan bir neçə məqsədləri araşdıraq, bilmirəm, indi sadalayacağım şeylər arasında sizin məqsədiniz 100% olar. Ən aktual mövzulardan biri, məsələn, xoşbəxt bir münasibət qurmaqdır. Amma özümüzü qapatırıq və düşünürük ki, sonra niyə kimlərsə xoşbəxt münasibət qura bilir, amma mən qura bilmirəm. Əslində isə özümüzü zədələnməkdən qorumaq üçün uşaq vaxtı insan münasibətlərində atamızla, anamızla ya da onların arasındakı münasibətin tam arasında qalaraq zədələnmişik deyə özümüzə bir qutu yaradırıq, haradakı zədələnə bilmərik. Bu qutunu isə biz necə yaratdıq? Sadəcə ana-atamıza ya da böyüdüyümüz o qəyyumlarımız kim idisə, onlara
nəzərən, reaktiv olaraq verdiyimiz qərarla belə bir personaj yaradırıq ki, okey, mən zədələnə bilərəm, özümü bir qutuya sığdırmalıyam və bir qutu yaradırıq, şüuraltıda burada. O qutuya özümüzü salırıq və bütün davranış biçimlərimiz artıq bu reaktiv personajla verdiyimiz qərar nədirsə, keçirdiyimiz duyğular nədirsə, onunla formalaşır. Əslində isə sən valideynlərinin nəzərən yaratdığın o reaktiv personajdan çox-çox daha artığısan. O reaktiv personaj sadəcə və sadəcə sənin 1%'ını düşün. Mən bunu anlayanda bütün dünya başıma yıxılmışdı. Bütün qorxularımın səbəblərini, bütün nəyinsə alınmadığının səbəblərini, bütün dünyanı artıq başladım tərsinə görməyə. Və bu əlbəttə psixika üçün çox ağrılıdır. Ona görə də bu video hamı sonuna qədər baxmayacaq, hamı heç klikləmə cəsarəti belə göstərməyəcək. Nəyə görə? Çünki insan sanki bir illüziya qurur, bir həyat qurur. O həyatı da çox zaman biz birinci həyat səviyyəsində, mənim metodikama əsasən, birinci həyat səviyyəsində reaktiv bir personajla qururuq. Yəni biz öz personajımızla, əsl kimliyimizlə, əsl mənlə qurmuruq bu həyatı. Sadəcə, yenə də deyirəm, anamıza, atamıza ya da qəyyumlarımıza verdiyimiz reaksiyalardan ibarət bir həyat qururuq. Məsələn, ata-ana mənə qarşı soyuq olubsa, reaktiv olaraq bir personaj yaradıram özümdə ki, aha, mən təşvişli olmalıyam artıq, münasibətlərdə və yaxud da özümü ümumiyyətlə qapatmalıyam ki, bu qədər soyuqluqla artıq qarşılaşmayım. Və bundan kənarda özümü tanımaq istəmirəm. Yəni, bundan kənarda kiməm, görmək istəmirəm mən. Mənə elə gəlir ki, bütün dünya uşaq vaxtı yaşadığım iki insan ya da bir insan fərqi yoxdur. Bundan ibarətdir. Və mən də onlara verdiyim reaktiv duyğulardan ibarətəm. Amma sadəcə dünyada 8 milyard insan olduğumuzu nəzərə alsaq, bir bütün olduğumuzu nəzərə alsaq, dünyanın çox böyük, çox zəngin olduğunu nəzərə alsaq, Yaradanın bizim üçün hər şeyin ən gözəlini təqdim etdiyini nəzərə alsaq, biz necə də naşükürlük eləyirik əslində. Bu qədər kiçik bir pəncərədən baxmaqla, kiçik bir qutu yaratmaqla. Yəni bunu düşünəndə biraz daha da həm də ruhsal səviyyədə baxmağa başlayanda ki, necə də çox kiçik bir pəncərədən, sanki dünyanı, sanki Allah bizim üçün böyük bir süfrə açıb. Belə loru dildə, uşaq dili ilə də böyük bir süfrə açıb. Bütün hədiyyələri düzüb o süfrəyə, hər şey təqdim eləyib orada. Biz isə əlimizlə belə itəliyirik hamısını. Ya da bir dənə balaca deşik açırıq, oradan baxmağa başlayırıq bu süfrəyə. Gəlib oturmuruq, yemirik, yeyib də təşəkkür eləmirik, naşükürlük eləyirik. Bu əsə o demək deyil ki, həyatını qura bilmirsə. Məsələn, bəzi insanlar var, həyatını qura bilmir, heç olmasa ən baza səviyyədən belə. Həyatını qura bilmir, özünə rahatlıq, müəyyən səviyyədə zənginlik yarada bilmir, sağlamlıq, insan münasibətləri yarada bilmir, amma oturur şükür eləyir. Amma bu şükür də nə dərəcədə şükürdür, onu düşünmək lazımdır. Yəni, sən hələ Yaradanın verdiyi o potensialın 1%'ını belə istifadə edə bilmirsənsə, sözdə sadəcə hiss etmədən şükür etmək nə dərəcədə doğrudur? Çünki sən şükür eləyirsən, sonra dua eləyirsən ki, Allahım mənə ver, daha çoxunu ver. Allah da deyir ki, səndən hərəkət məndən bərəkət. Bu nə deməkdir? Bu o deməkdir ki, sənə hərəkət üçün lazım olan hər şeyi vermişəm və bütün bərəkətləri də bu dünyaya göndərmişəm və səni də vermişəm bu dünyaya. Yəni, o bərəkətləri götürməyin üçün lazımi bütün vasitələri sənə vermişəm. İndi hərədə bir şey var. Birində yaradıcı bacarıq var, o birisində analitik bacarıq var, o birisində kommunikativ bacarıq var, birində gözəllik var, birində nə bilim, qəşəng bir idmançı xüsusiyyətləri var və s. Hər kəsə bir potensial verilib düzdür və deyir ki, o potensialla sən mənim sənə verdiyim o bərəkətləri onsa vermişəm artıq. Hərəkət elə götür. Sadəcə hərəkətə nə mane olur? Duyğular. Niyə hərəkət etməmək ya da səhv hərəkətlər etmək seçirik? Çünki bir şeydə nəticə əldə eləmiriksə, məsələn, istəyirik münasibət qurmaq, qura bilmirik və yaxud da istəyirik maşın almaq, ala bilmirik. İstəyirik ev almaq, olmur neçə illərlə və yaxud da istəyirik yaxşı bir yerdə işləmə alınmır. İstəyirik ki, xəyanət olmayan bir münasibət quraq, amma yenə xəyanətə uğrayırıq. Bu o deməkdir ki, alışdığımız hərəkət sxemləri, seçimlərimiz bizi hal-hazırda mövcud duruma gətirib çıxarır. Düzü, məsələn üçün, mən qarğıdalı ilə kartoşkanı qatıramsa bir-birinə və oturub ağlayıramsa ki, niyə paytaxt salatı alınmır? Problem onda deyil ki, alınmır.
Sadəcə alınmır, dua eləyim deyil. Sadəcə nəyisə dəyişməliyəm. Deməli, düz resepti bilmirəm, düz bir şeyi doğramıram, düz eləmirəm nəyisə, düzdür? Və eyni şey də həyatda. Bir şey alınmırsa, nəticəyə çatmırsa, deməli, nəyisə dəyişmək lazımdır. Seçimləri dəyişmək lazımdır. Bunu necə əldə edə biləcəyini düşünmə tərzini, o seçimi dəyişmək lazımdır. O nə obraz yaranıb səndə? Səncə evi necə alırlar? Nə düşünürsən? Səncə münasibətləri necə qururlar? Sən necə qurursan? Nə hiss eləyirsən? Və bu seçimləri yaradan isə nədir? Seçimləri yaradan isə duyğularımızdır. Duyğuları yaradan nədir? Proqramlarımızdır. Və deməli, biz kökdən proqramları işləsək, həm duyğular dəyişər, duyğular dəyişəndə seçimlər dəyişər. Seçimlər dəyişəndə isə həyat tərzimiz dəyişər. Proqramlar isə nədir? O dediyim qutudur. Proqramlar o dediyim qutudur. Reaktiv personajlı proqramlar. Yəni, uşaq vaxtı yenə də deyirəm, çox kiçik pəncərədən axı baxmışıq dünyaya uşaq vaxtı. Yəni biz 2 nəfərin birləşməsinə dünyaya gəlmişik. Elə bir şey olmur ki, 3 nəfər ya 4 nəfər ya sadəcə 1 nəfər düzdür. 2 nəfərin birləşməsindən əmələ gəlmişik. Və məsələn üçün, hətta sizin ata-ananız doğuşda dünyasını dəyişibsə, ya sizi tərk edibsə belə, ümumiyyətlə biolojik ata-ananızı görməmişsə belə, bədənə həkk edilən reaktiv duyğu nə olur? Əsas baza proqram ki, mən tərk edildim. Fərq yoxdur, onlar dünyasını dəyişib, yoxsa sizi harasa atıb gediblər. Üzünüzə baxmaq heç fərqi yoxdur. Əsas baza proqramı olur ki, mən tərk edildim. Və bütün dünyamı belə bir qutu yaradıram ki, mən tərk edildim. Bu qutu necə yarandı? Valideynlərimizə verdiyimiz reaksiya nəticəsində yarandı. Mənim əsl kimliyim bu deyil əslində. Əslində mən bu deyiləm. Reaktiv bir personaj yarandı sadəcə olaraq. Və bütün qərarlarımı, seçimlərimi, bütün sonraki duyğular belə necə deyirəm, proqramlardan yaranır. Hamısı bu qutunun içində yaranır. Balaca bir qutu. Hansı ki, reaktiv personajım yaradıb mənim. Əsl kimliyim isə bu sadəcə 1%'dir mənim, düşünün. Dünyanın da 1%'dir. Əsl kimliyim isə digər 99%'dir. Və mən onu açmağa tərəf baxmaq belə istəmirəm. Bilmirəm ki, reaktiv bir personajın xaricində mən kiməm və nələr yaşaya bilərəm, hansı duyğuları təcrübədən keçirə bilərəm, necə həyatım ola bilər, necə insan münasibətləri qura bilərəm. Və əgər indi bu dediklərim sizə maraqlıdırsa, aşağıda sentyabrın 19.09 tarixində mən Primer adlı proqram keçirəcəyəm. Orada biz reaktiv personajımıza tərəf baxacağıq. Reaktiv personajımızdan kənarda kimliyimiz kimdir? O 99% potensialımız nədir? Ona tərəf baxmağa başlayacağıq. Və daha çoxu aşağıda linkdə proqrama girsəniz özünüz görəcəksiniz. Sadəcə istəyirəm linka keçid edib baxasınız ki, həyatda nələri işləmək, hansı duyğularla işləmək və hansı nöqtəyə gəlib çatmaq mümkündür. Sadəcə baxın. Demirəm, qatılın. Ola bilər ki, siz hazır deyilsiniz. Amma mütləq ona baxın. Hər birinizi çox sevirəm. Çatacağım yerə gəlib çatdım. Fikirlərimi də bitirdim, çox şükür. Növbəti görüşlərimizə qədər.